Statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda keçirilən forumun iştirakçıları əvvəlcə fəxri xiyabanda oldular. Ümumilli lider Heydər Əliyevin məzarı ziyarət edildi. Görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramlanıldı. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olundu. 3-cü beynəlxalq statistika forumunda 15 ölkədən 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Açılış mərasimində baş nazir Əli Əsədov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirdi. Bu möhtəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistika təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bugün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir. Rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Hər birinizi qarşınızda gələn Ümumdünya Statistika Günü münasibəti ilə təbrik edir, forumun işinə uğurlar arzulayıram. Forum statistika sahəsində yeni hədəflərin müəyyən edilməsi, birgə layihələrin təşviqi və qlobal əməkdaşlığın dərinləşməsində mühüm rol oynayacaq. Çıxış edənlər bildirdilər ki, rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsi hazırlanıb. Beynəlxalq təşkilatların qiymətləndirmələrində Azərbaycanın statistika sistemində həyata keçirilən islahatlar yüksək dəyərləndirilir. Azərbaycanda milli statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonraki illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilmişdir. Müasir statistikanın qarşısında müxtəlif çağırışlar dayanır. Buna görə biz statistik metodologiyanı inkişaf etdirməliyik. Ən çətin çağırış isə rəqəmsallaşdırılma ilə əlaqədardır. Nəhəng məlumat axını formalaşır. Şəxsi informasiya bəzən alternativ statistika kimi çıxış eləyir. Bu da çaşqınlıq yaradır. Ona görə də çağırışlara ciddi yanaşmaq lazımdır. 3 gün davam edəcək forumda Milli Hesablar Sistemi 2025, Əhali və Mənzil Fondunun siyahıya alınması, valyutaların alıcılıq qabiliyyətinə görə beynəlxalq müqayisələr, dayanıqlı inkişaf məqsədlərinin monitorinqi və digər mövzular müzakirə olunacaq. Günay Bünyadzadə, Novruz Kazımov, Əntiqə Fərəcova, ASTV Xəbər.